Xoş gördük əziz dinləyicilər. Nəhayət dünənləri Amerikanın dediyi və minlərlə, milyonlarla insanın gözlədiyi zərbə baş tutdu. Amerika prezidenti Donald Trump bəyanat verdi ki, artıq biz Natans, Fordo və İsfahanda olan əraziləri vurmuşuq. Yəni Fordoda və Natansda nüvənin, yəni atomun zənginləşdirilməsi, nüvənin zənginləşdirilməsi anbarları yerləşirdi və bunların ən dəhşətlisi, ən qorxuncu və ən dərində olanı da Fordo bazası idi. Və Amerika bildirdi ki, bizim təyyarələrimiz artıq geriyə qayıdıblar, heç bir problem olmayıb və biz İrana sarsıcı zərbəni endirdik və bu günləri İran hökuməti də artıq o ərazilərdə hər hansı bir kimyəvi sızmanın ola biləcəyindən ehtiyatlanaraq insanları oradan çıxardıblar. Bu əlbəttə bizim regionumuz üçün də böyük bir faciədir. Orada düzdür bir atom silahı yoxdur, orada nüvənin zənginləşdirilməsi gedir, amma hər an sızma da əlbəttə baş verə bilər. Bəzi insanlar vardı ki, Amerika bu məsələyə qoşulmayacaq, artıq İsrail məhv olur, İsrail gör nə gündədir vururlar, amma mənim açıqlamalarım necədir? Mənim açıqlarım bundan ibarət idi ki, vuracaq. Çünki bu icazəlidir. Bunlar icazə alınıb, çıxılıb, gəlinib, bu boyda yol getdikdən sonra dünyanın qarşısında biz biabır olduq. Amerika İrana 3 dənə bomba atdı, bitdi. Belə siyasət olmur mənim əzizim. Bu siyasət illərlə oturulur, razılaşdırılır. Ona görə də mən çox deyirəm, çox üzr istəyirəm sizlərdən, amma deyirdim ki, bu hadisə baş verəcək və baş verdi. Orada hədər yerə B2-lər necə deyərlər, hazırlanmamışdı və Amerikanın Gerald Fordu və yük daşıyan gəmiləri hədər yerə Hind okeanına gəlməmişdi. Bunlar elə belə məsələlər deyil. Gəlirsə demək ki, razılaşmalı. İkinci ən vacib olan məsələlərdən biri bundan ibarətdir ki, məsələn Vladimir Putin 2 gün bundan əvvəl Peterburqda keçirdiyi konfransda mətbuata belə bir açıqlama vermişdi ki, biz Amerika ilə də danışmışıq, bəs biz İranın nüvə reaktorlarında ruslar da işləyir, ona görə diqqətli olmaq lazımdır. Güya özü üçün bunu çəkindirici faktor kimi deyirdi ki, əslində İranı qoruya bilmirdi, İrana heç cürə kömək eləyə bilmirdi, amma çəkindirici faktoruna demək istəyir ki, biz orada işləyirik, heç güc sağ olsun Amerikalılar da heç bizə qarışmırlar, yəni biz varıq deyə artıq o nüvə stansiyalarını vurmurlar. Əslində bu Putinə də layiqli bir cavab orada. Əslində Trump ona layiqli bir cavab vermişdi ki, sən get öz işinlə məşğul ol, Ukraynadakı məsələləri həll elə. Amma bu da layiqli bir cavab oldu ki, Amerika qoyduğu planda fikirləşmir Rusiya kimdir və yaxud da Rusiya artıq öz reputasiyasını o qədər itirib ki, Putin bunu deməyinə asılı olmayaraq Amerika məhz həmin yerlərə Natanzı, İsfahanda yerləşən bazanı və ən təhlükəli olan Fordoya artıq zərbə endirmiş oldu. Təşəkkür edirəm diqqətinizə görə.